Azərbaycan və Ermənistanın ortaq televiziyası yaradılır. Belə ki, Sülh TV adlanan televiziya Azərbaycan və Ermənistan gənclərinin birgə layihəsidir və yaxın zamanlarda fəaliyyətə başlayacaq. Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı deyir ki, Sülh TV adlanan televiziya internet üzərindən yayımlanacaq. Bundan əlavə, o bildirib ki, sözügedən layihə Amerikanın Marshall Fondu ilə birgə həyata keçiriləcək. Layihə çərçivəsində sülhlə bağlı filmlər çəkilməsi və Sülh TV-də yayımlanması nəzərdə tutulur. Layihəyə Ermənistan, Türkiyə, Gürcüstan və Avropa hərəkatları qoşulacaq. Belə neytral bir yanaşıram buna. Təsir etməz televiziya, amma yenə də insanlar içinə biraz ikrah hissi duyuracaq. Xalqla xalq kimi rəftar eləmək olar. Amma o ki, xalq deyil. O qanısan bir düşməndir. Əsas məsələ torpaqlarımızın qaytarılmasıdır. Əgər bu torpaqlar qaytarılmırsa, bu söhbətlərin nə mənası var? Münasibətim odur ki, çox pis. Düşmənlə nə əlaqə ola bilər ki? Bəs görəsən bu televiziyanın yaranması ölkələrarası münasibətlərə necə təsir edəcək? Və ya doğrudan da bu televiziya sülhə doğru gedən qapıları aça biləcəkmi? Ona bağlı bizim münasibətimiz bir mənalı mənfidir. Hesab edirik ki, bu ermənilərin maraqlarına xidmət edir. Bəzi ermənilərin iştirakı olan, barmağı olan beynəlxalq mərkəzlər tərəfindən maliyyələşdirilmesi. Birisi mən bildiyimə görə Amerikanın Marshall Fondu tərəfindən, yoxsa hansısa fond tərəfindən maliyyələşdirilir. Və təbiidir ki, həmin bu maliyyələşdirən qüvvələr bir mənalı şəkildə Ermənistanın iddialarını yerinə yetirməsinə çalışırlar və bu günlərdə Azərbaycanın bu prosesdə qoşulan insanlar, azamlı şəxslər mənəviyyatını və vicdanını pula satmış insanlardır. Qulu Məhərrəmli və Zeynal Məmmədli isə bu televiziyanın yaradılmasının müsbət tərəflərini qeyd etdilər. Mən hesab edirəm ki, bizdə saxta vətənpərvərliyi, yalancı vətənpərvərliyi bir yana qoyub, dünyaya biraz geniş boylanmaq lazımdır. Diyaloqa yönəlik bütün şeyləri alqışlamaq lazımdır. İnsanları ümumi disə gətirən, ümumi prinsiplərlə birləşdirən, zorakılığa qarşı qoyan, insanların dinc yaşayışı üçün olan nə varsa, bunların hamısına dəstək vermək lazımdır. O baxımdan da mən o ideyanı normal hesab edirəm. Çox normaldır. Yəni bu sadəcə təbliğat aktı olmasın. Amma hətta təbliğat aktı olursa belə, elə bir televiziyanın olması, hər iki cəmiyyətin sülhə hazırlanması baxımından çox qiymətlidir. Çünki bu hər iki cəmiyyətə girilməsindən istəyir Azərbaycana mövcud durum çox böyük ziyanlarıdır. Hər halda sözü gedən məsələni hamı bir mənalı qarşılamayacaq. Çünki unudulmayan bir fakt var. Torpaqlarımız artıq 20 ildir ki, işğal altındadır. Ülviyə Qalib, Yusif Elmanoğlu, Vizyon TV.